suallar verirlər. O zaman İran hardaydı? Bizim məscidlərimizə donuzu çıxarsın. Yaxşı, İran uzaqdaydı, əli də uzanmırdı. Buraxaq İranı bir tərəfə, ya başqa ölkəni. Siz hardaydınız? Meyxanadaydınız, diskoya getmişdiniz, bardaydınız, əylənirdiniz, ya bir yerdə gizlənmişdiniz, indi qeyrətiniz qabardı. O zaman hardaydınız? Gəldilər, işğal zamanı idi, məsciddə də donuz saxladılar. Ay qeyrətdir, ay namuspərəst, ay qeyrətinə dəyən, ay qeyrətinə toxunan, sən hardaydın, niyə qaçdın? Canın məsciddən sənin üçün daha önəmli olmuşdu da, qeyrətindən daha önəmli olmuşdu. Namus dediyin o məscid, qoruduğun o dini buraxıb getdin və icazə verdin. Sənin şəhərinin, sənin rayonunun, sənin kəndin məscidində birisi özünə icazə verdi və donuz saxladı. Suallar verirlər. O zaman İran Bocilər. Yenə də üzlərini çeviriblər Azərbaycana. Bunlar necə yanır, necə sönürsə, mən sizə deyim, axır çərşənbə tonqalı da yalan daha bunların yanğısının yanında, elə belə deyil. Biri hicabdadır, biri də ki çadradadır. Neyniyim? Başı açıq deyirəm, anlamırlar. Deyirəm, bəlkə mənim də elə belə butalarla işlənmiş, gözəl-gözəl burada kələğayım var. Bəlkə elə mən də kələğayı ilə başımı bağlayım və bocilərə buradan layiq olan cavabı verim. Baş bağlamaqla müsəlman olmaq olsaydı, necə deyərlər, onda nə var idi ki? Allah yolunu tutmaq olsaydı, onda nə var idi ki? Siz nə İslamdan, nə də ki Allahdan xəbərdarsınız. Əvvəlcə onu qeyd edeyim ki, dəyərli izləyicilərimiz, mikrofondan belə səsim gəlir yəqin ki. Dəyərli izləyicilərimiz, əvvəlcə qeyd edeyim, Zəhər kanalının səhər verilişinin aparıcıları. Bizdən danışırlar, arxa fonda milyonçu şousunu göstərirlər. Niyə göstərirlərsə, onu da başa düşmədim. Nəysə, sizə təqdim edeyim, başrolun ifaçısı Əfi İlan Baş Kobra, hansı ki danışır. Digər rollarda da sürünənlərdir yenə də. Onlar da belə kobranın balaları kimi özlərini ora-bura sürtə üzü bizə doğru gəlirlər. Bu xanım-xanımcıq birisi Azərbaycan televiziyalarında efirlərdən birindən demişdi ki, mən xanım-xanımcıqam. İndi bu da xanım-xanımcıq. Qarabağ işğaldan azad olunanda dedi ki, Şiiyə torpağı işğaldan azad olundu. Dedim, ay xanım, Azərbaycan torpağıdır, Şiiyə torpağı deyil. Bir də dedi, Şiiyələr Qarabağı işğaldan azad elədi. Dedim, Şiiyələr yox. Ümumilikdə Azərbaycan ordusudur. Şiiyəsi də doğmadı, sünnisi də doğmadı. Kim hansı əqidəyə qulluq eləyirsə eləsin. Biz Azərbaycanda bu seçimi azad veririk. Amma ki, Azərbaycan ordusuydu döyüşən. Şiiyə torpağında halvalar dedi, xurmalar dedi, nə bilim paylansın, nəsə də gic-gic danışdı uzun sözün qısası. Necə deyərlər, deyir, bəzisi məndən zəhləsi gedir, mənim də zindi zəhləm gedir bu ağayı bacıdan. Çünki bir dediyi cümlə düzgün deyil. Deməli, bu şirin quyruqlardır yəqin ki, bunlar tərpənirlər çünki arada, bu şirin quyruq hissəsidir. Deməli, şirin quyruqları nə deyir? Sürünənlər, nəslindən olanlar. Yer gəlmişkən bizə öyrədiblər də bu biologiyada, zoologiyada sürünənlər, nəsli filan. Deməli, bu baş kobra danışır. Qeyrət deyəndə bunlar İranı nəzərdə tuturlar. Və bizə deyirlər ki, qeyrətiniz var idisə, bəs niyə ermənilər gəlib sizin məscidlərdə donuz saxlayırdılar? Nə qədər savadsız olduğu bilirsiniz, necə belə hər kəlməsindən yağır da, adamın belə əndamından yağır. O qədər savadsızdır ki, üzünü indi biz tərəfə tutub, hakimiyyətimizə səslənir öz aləmində. Amma ay peyinbaş, burada mən deyim,
Siz normal jurnalist olsaydınız, siz ümumiyyətlə araşdırardınız, görərdiniz. Birinci Qarabağ savaşı baş verəndə hakimiyyətdə kimlər idi? Kimlər ölkəni idarə edirdi? Bizim qalibiyyətimiz, hansı ki bu Azərbaycan boyda bir daş düşüb ha sizin başınıza. Çıxanmırsınız altından. Sürünsəz də çıxanmırsınız. İnildiyirsiniz, ah-nalə çəkirsiniz, qabığınızı dəyişirsiniz, bir də yenidən qabıqlanırsınız, amma necə deyərlər, o daşın altından çıxa bilmirsiniz ki, çıxa bilmirsiniz. Diqqətinizi çatdırım ki, sizin bu Bakı Respublikası deyib göy öz aləminizdə bizi aşağılayırsınız da. Yəni, əslində, nə qədər bədbəxt və yazıq göründüyünüz görsənir də. Bədbəxtin, məzlumun, yazığın boynuzu olmur ki, ya da eşşək qulağı kimi qulağı olmur ki. Elə simasından və danışığından bəllidir də. Diqqətinizi çatdırım. Siğəsi halal olan İranın aparıcılarının halal anlayışı bu ola bilər. Qeyrət anlayışı da bu ola bilər. Bu da bir başqa aləmdir. Ha, yeri gəlmişkən onu sizə deyim. Donuz məsələsinə qalanda az qalırsınız Paşinyanın dodağından öpəsiz. Anna Akopyanın dodağından öpəsiz. Məşədi xanım eləmişdiniz, Anna Akopyanı. Unutmusunuz? Biz unutmamışıq ki. Biz heç unutmamışıq ki, elə donuzları saxlayan və ermənidən daha çox erməni olan farsların elə qardaşı ermənilərə dəstəyini biz unutmamışıq ki. Biz unutmamışıq ki, Sepah generalları gəlib Xankəndidə, Xocalıda, Ağdərədə erməni qardaşlarına pualardan istifadə qaydasını öyrətməyi unutmamışıq ki. Birinci Qarabağ savaşında bizim gücümüz çatmadı. Hə, o vaxt Azərbaycan müstəqil deyil idi, özü-özünü formalaşdıra bilmirdi, çox çətin idi, vahid ordumuz yox idi, vahid komandanlığımız yox idi. Və siz başqa vaxtı qonşu, güya ki siz bizə can yanan olmusunuz, obrazı yaradırsınız. Donuz həm də sənin müqəddəsinə toxunur, Ağay bacı, sənin müqəddəsinə toxunur. Məscid sənin deyil, məscid müsəlmanlarındır da, məscid Azərbaycanlının, İranlının, nə bilim, tutaq ki də, ərəbin, filanın deyil, məscid müsəlmanındır, orada donuz saxlamaq olmaz. Təsəvvür eləyin ki, təsəvvür eləyin. Müqəddəs dediyiniz bir yerdə səni aşağılayana sənin müsəlmanın dəstək olur, belə bir şey yoxdur. Sizin əlinizin bir qalxanı var. Şiiyələr, biz desək, şiiyələr ayağa qalxacaq, şiiyələr ayağa qalxacaq. Vallah da, billah da. Allaha inananlar, Allahı sevənlər, sizin boş-boş mənasız sözlərinizin dalınca getmirlər. Kimin ki başı peyinbaşdır sizin kimi, o gedəcək onun dalınca. İkincidəki, siz hansı dəyərdən danışırsınız? Siz hansı dindən danışırsınız? Siz hansı müsəlmanlıqdan danışırsınız? Siz ümumiyyətlə kimsiniz ki? Bizi ölkə olaraq aşağılayırsınız. Kimsiniz siz? Dedim sizə, əfi ilansız. Bunu hər dəfəsində də göstərirsiniz. Yalandan orada, belə hicab altında filanında, güya da milli obraz yaradıb artistlik eləməyin. Cadügər qadınlar var, deyirlər, ay Allah, ifritəlik yağır üz gözündən, ifritəlik yağır da üz gözünüzdən. Oturublar, bir dərdlər Azərbaycandır, bundan başqa dərdlər yoxdur, ay bədbəxtlər. İsrail başımızı oradan yağdırır, Birləşmiş Ştatlar başımızı buradan yağdırır, elə Azərbaycana baxırlar. Nə vermisiniz, ala bilmirsiniz bizdən? Nə vermisiniz? Səfirliyimizdə terror törədəcək qədər cılızsız, ucuzsuz. Cənab Prezidentin demədiyi sözlərin davamını da mən buradan deyə bilərəm. Ümid edirəm ki, digər həmkarlarım da bu məsələdə dəstək olacaq. Nə oldu İran adı çəkən kimi hamı qolunu çirməliyir? Biz də bir olmalıyıq da. Biz də bir olmalıyıq. İndi bunlar sizə kim ixtiyar verir orada? Mənim rəhbərimi sən müzakirə edirsən, kimsən sən? Siz siyasi gedişləri müzakirə eləyin.
Nə deyim, haram xoşunuz olsun. Buradan humanitar yardım göndərmişik sizə neçənci dəfə. Tonlarla, zəhəriniz olsun deyək. Yox, halal yeyənlərin halalı olsun. Sizi kimlərə, onsuz da inandığımız Allah zəhər eləyəcək onu. Keçən il biri var idi. İsrail, ağay, nə bilim nə dediyi yerdə raket gəldi düşdü təpəsinin ortasından. Təpəsinin ortasından da deməyim, çalışdığı televiziyada tüpürdü dabanına qaçdı. Niyə qaçırsınız? Şəhid olmaq müqəddəsdir axı, niyə qaçırsınız? Qoyun İsrailin bir raketi sizi şəhid eləsin də. Düzdür, şəhidliyin ümumiyyətlə sizə aidiyyatı yoxdur, bəli. Belə danışırdı. Anında raket düşdü televiziyasına. Elə qaçdı ki, elə bəlkə bu burada olmayıb yerini dibli. İndi bu birisi, yaxşı deyil, biz görməmişik Ermənistan donuz saxlayanda. Siz deyir, haradaydınız? Sənin kimi qonşunu Allah öldürsün ki, sən bilməmsən biz o dövrdə haradaydıq. Axı sən öpüşürsən erməni ilə. Sən elə öpüşə-öpüşə, maçı-maçı, qucu-qucu anlada bilərdin ki, heç olmasa artistlik eləyərdiniz də, anladardınız ki, müqəddəsdir məscid müsəlman üçün. Məsciddə donuz saxlamaq olmaz. Məsciddə donuz saxlanılmasını bilsən kim göz yuma bilər? Özü donuz olanlar bu qədər bəsit. Bu qədər bəsit. Gördünüz 2-ci Qarabağ savaşında bir donuz da qalmadı. Donuzları torpağımızdan qovduq. Donuzları da qovduq. Mütləq deyil ki, elə donuz həm insan vidində, həm də ki, heyvan vidində olsun. Yenə də deyirəm, o donuzlara gözü yumanlar da elə donuz uyudular ki, göz yumurdular da. Eli gəzirdilər də, çox üzr istəyirəm buradan izləyicilərimizdən. Narkotik plantasiyasına çevirmişdiniz, ay İslam ümməti. Qarabağı narkotik plantasiyasına çevirmişdiniz. Dünyanın ən çox narkotikini alıb gəncləri bədbəxt eləyən olmuşsunuz da sonuçda kimsiz ki siz? Kimsiz siz? Əraziniz böyükdür, gəlin çıxın oturun başımızda. Ayaqlarınızı da bir sallayın buradan. Azərbaycanın ərazisi balacadır. Amma Qarabağ işğaldan azad eləyəndən sonra sizin yuxunuz ərşə çəkilib də. Reallıqdır da qəbul edin. Deyin ki, qorxuruq. İt kimi qorxuruq özdə deyil. Çünki siz it kimi qorxursunuz. İtə deyirlər, niyə hürürsən? Deyir, qorxuzuram. Deyir, bək quyruğun niyə yellənir? Deyir, çünki özüm də qorxuram. İndi sizin də itiniz şirdir də. Sizin də şirinizin quyruğu tərpənir. Deyirsiniz, şirin quyruğu tərpəndi. Niyə tərpənir? Çünki qorxursunuz axı. Bir gün o şir sizi parçalayacaq, unutmayın. Öz şiriniz sizi parçalayacaq. Siz nədən danışırsınız ki, ümumiyyətlə? Ötən gün daha 3 gənci dar ağacından asmışsınız. Niyə haqlarını tələb eləyiblər də? Azərbaycanın televiziya bu boyda çıxardana qədər. Öz ağoza deyin ki, bu yazıqlar haqlarını tələb eləyirlər də. Nə istəyirsiniz bu gənclər? Niyə bədbəxt eləyirsiniz? Rəqs oynaya aparıb orada övladlarını dəfn eləyirlər. 18, 19, 20 yaşında gənclərdir də. Ay başı bağlı bədbəxtlər, gözü bağlılar, qulağı karlar. Düşün də artıq yaxamızdan. Da erməniyə də deyək əl çək, sizə də deyək əl çək. Nə fərqiniz oldu? Zaten heç bir fərqiniz yoxdur ki, onsuz da zamanla sübut eləmişsiniz də. Siz nə yaman belə ermənilərə canı yanan olmuşsunuz ki? Hindistandan gələn silah sursat sizin vasitənizdə keçir Ermənistana. Niyə? İndi deyirsiniz ki, niyə İsrailə söz demir Azərbaycan? Lazım olanda Azərbaycan prezidenti hər yerə və hər kəsə öz sözünü deyir. İkinci də ki, niyə deməliyik ki, başa düşmədim. Ermənilərdən qabaq bizim qəbirləri eşirdiniz, görəşən kimi. Orada qəbirdəkilərin əlindən üzükləri çıxardırdınız, qızıl dişlərini çıxardırdınız. Bu olmuşsunuz da sonuçta kimsiz ki siz? Hələ oturub orada Səhər kanalında. Mənim üçün ki, ağıllı danışırlar. Özləri ağılda olanlar da burada dəstək verirlər bunlara. Elə Azərbaycanda da müəyyən kəsmi bədbəxt eləmişsiniz. Elə bilirsiniz, sizdən yaxşıdır buradakılar. Fırt eləyib burnunuzdan düşüblər. Bilmirəm, daha onlar da 2 saatlıq siğədən əmələ gəliblər, 3 saatlıq da əmələ gəliblər. Hər nədən əmələ gəliblərsə bizdən döyürlər. Bunu dəqiq bilirəm. İndi siz yenə də deyirəm, sonuçda kim olmuşsunuz ki? Azərbaycanlı əsirlər danışır 1-ci Qarabağ savaşında.
Deyir, çörək istəyirdik, onu da deyir bizə bir tikə vermirdilər. Ermənidən beşbetər fars olmuşsunuz da sonuçda. Tarix deyə hamısı. Girin baxın da kanallara. İsrailə işləyən Azərbaycan mediası. Yalansa sizi sevmirəm qarğış eləməyə. Yalansa sizi necə deyərlər, amma nənələrdən, analardan eşitmişik, bildiyiniz qədər çəkəsiz. İndi yalansa siz bildiyiniz qədər çəkəsiz. Biz niyə İsrailə işləməliyik, başa düşmürəm. Bizim ölkəmiz yoxdur, bizim dövlətimiz yoxdur, bizim uğrunda can verməyə hazır olduğumuz vətənimiz yoxdur. Ay bədbəxtlər, siz terrorçulara işləyirsiniz, elə bilirsiniz ki, biz də hansısa bir ölkəyə işləyirik. Dünyadakı terror təşkilatlarını maliyyələşdirən ölkəsiz sonuçta. Hələ bir utanmadan da çıxırsınız. Arvad, danışır. Vəssalam, bir dənə, yenə də deyirəm. Örpək də salıblar, bunlar oldular, süddən çıxmış ağqaşıq, aydan arılar, nə bilim, sudan durular. Sepah generalımızı bugün də gəbərtdi İsrail. İsrail, çevirin nə üzünüzü İsrailə. Qalxsaq pis olacaq, nə bilim, 64-cü əməliyyata başladıq, 98-ci əməliyyata, ay yazıqlar, bu əməliyyatı kim üçün eləyirsiniz siz? Hələ siz İsraildə bir ciddi məmuru öldürə bilməmsiniz. Bu əməliyyatı daxilinizdə keçirirsiniz siz. Bəstirin də, kimə oynayırsınız? Niyə oynayırsınız ümumiyyətlə? Niyə bu qədər bədbəxtsiz? Ölkənizdən danışın, ölkənizin informasiyasını yayın. Biz özümüzdən heç nə kəşf eləmirik. Sizin sevdiyiniz Amerikanı kəşf eləmirik burada. Biz xəbəri oxuyuruq, üzərindən şərhini veririk. Siz isə Azərbaycan Respublikasının adını dəyişirsiniz. Bakı Respublikası. Ölün elə. Necə ki, ölürsünüz, ölün elə. Qeyrəti siğədən əmələ gələnlər, yox, siğə olanların qeyrətə gəlməsi də bir başqa olur, ha. Yenə də deyirəm, heç olmasa tırlarla günlərdir daşınan, sizə göndərilən humanitar yardımlara görə susmayın, ha, mumluyun. Bəlkə siz Azərbaycan mediasında kimsə cavab verməz layiqli cavabı, amma şəxsən öz adıma deyirəm, mən sizə həmişə, hər zaman cavab verməyə hazıram.